Masazırda Bakı-Sumqayıt yolunun üstündə belə bir 2 mərtəbəli, 5 otaqlı, 3 sota yaxın torpağın içində bax belə bir həyət evi çəkib göstərirəm. Bu evimizin həyət hissəsidir. Həyətində də sanitar qovşağımız var. Bisetkalı. Bisetkası da doludur. Stolu hamısı hazırdır. Gördüyünüz qapı avtomat qapıdır. Burada yerləşir bizim motorxanamız da var. Burada həyətində belə bir sanitar qovşağımız da var, hörmətli izləyicilər. Bu bisetkasıdır. Bu evimizin köl görünüşüdür. Burada uzanıb istirahət eləmək üçün yer də var. Burada stul da var. 5 metrin 3 metriyədir bisetkası. Hər bir şəraiti var. İndi buradan evin arxasında sizə göstərəcəm. Bu da mərmərdən qoyulub, kürsülüdür. Evin bu tərəfində 80 sm məsafə var. Arxada 1 metr məsafə var. Göstərəcəm indi o arxanda sizə. Bax, burada da 1 metr məsafəmiz var. Evimizin arxasında. Hündür quru ərazidir. Bakı-Sumqayıt yolunun üstündə yer. Evimiz şəxsi tikilmiş evdir. Daxil olaq içəri. 5 otaqdan ibarətdir. 3 sanitar qovşağı var. İkisi evdədir, biri həyətdə. Onu sizə göstərmədim. Həyətdə orada letni mətbəx yeri var. Qazda, suda, işıqda, kanalizasiyada hamısı çəkilib ora. Bisetka üçün. Bu evimizin koridor hissəsidir. Girəndə belə. Bu döşəməsidir. Mərmərdən, beton mərmərdən. İkinci mərtəbəyə çıxışdır. Bax, burada belə bir yeri var. Döşəmə istipoldur. Birinci mərtəbədə monolit betondur. İkinci mərtəbədə monolit betondur. Bu bir yataq otağımızdır. Bu mətbəximizdir. Bu qonaq otağımızdır. Burada da yerləşir sanitar qovşağımız. Bu yataq otağımızdır. Birinci mərtəbə üçün pəncərənin qarşısında da məsafə var. Burada yerləşir bizim təxminən 4-ün 5-ə 20 kvadrat mətbəximiz yerləşir. Burada yerləşir bizim qonaq otağımız. Altının 4-ə. Belə bir qonaq otağıdır. Burada yerləşir bizim sanitar qovşağımız. Bizim sanitar qovşağıdır. Birinci mərtəbə üçün. Qazı, suyu, işığı, hər bir şəraiti var. Kanalizasiya mərkəzidir, çox hündür ərazidə yerləşir. Bakı-Sumqayıt yolunun üstündə Abşeron Mərkəzi Xəstəxanasının düz arxası. Magistral yola piyada yaxın məsafə. Hündür ərazi. Buradan balkonumuza çıxış var. Bu bizim evimizin balkonudur. Burada da 3 geniş yataq otağımız var. Bu yataq otaqlarından biri təxminən 20 kvadrata yaxın budur. Burada yerləşir ikinci yataq otağımız. Aboylar, laminat hamısı bahalı yığılıb. Burada yerləşir üçüncü yataq otağımız. Telefon nömrəmiz səhifədə var. Ev şəxsi tikilmiş evdir. Qiyməti 197.000 manatdır. Sənədi də paket kupçadır. Hər bir şəraiti var. Qaz, su, işıq, kanalizasiyada mərkəzidir.
Evə söz yoxdur. Buyurub əlaqə saxlaya bilərsiniz. Sağ olun.